Salam, hər vaxtınız xeyirli olsun, uca xalqım, ulu millətim. Bu günlərim, əziz həmvətənlərim, mən sizə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, müxalifət lideri Əli Kərimli və partiya fəallarının həbsinin arxasında hansı mürtəce məqsədlər durur? Birinci bölümündə çıxışımın bu barədə sizi məlumatlandıracağım, öz fikirlərimi sizinlə böləcəm. Çıxışımın ikinci bölümündə Əli Kərimliyə qarşı həbsxanada bioloji terror baş verə bilərmi və biz nə etməliyik, bu suallara cavab gətirəcəm. Bugün 7 oktyabr 2025-ci il siz Azərbaycan Dünya Meridianları kanalının rəhbəri Oktay Elturanın təqdimatındasınız. Xahiş edərdim ki, az da olsa mənim çıxışım xoşunuza gəlsə, bu videonu paylaşın, bəyənin, kanala üzv olun. Dünyanın ən zəngin dövləti olan Azərbaycan dövlətinin bu günlərin 5 milyondan çox sakini ölkəni tərk edib, çörək pulu üçün dünyanın dörd bir tərəfinə səpələnib. Qoy onlar da bilsin ki, onların ana vətənində hansı qanlı proseslər gedir və bu proseslər də onların Azərbaycanda qoyub gəldiyi ailələrinə, qohum əqrəbələrinə hansı təsirləri bağışlayacaqdır. Əli Kərimlinin həbsi haqqında fikirlərimi sizə çatdırıram. Hansı mürtəce məqsədlər durur? Bütün Azərbaycan xalqı bilir ki, 2025-ci il noyabrın sonunda Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti müxalifət lideri, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və partiya fəallarına qarşı kütləvi həbslər həyata keçirmişdir. Və Milli Təhlükəsizlik Xidmətinin təqdimatı əsasında Bakı şəhər Səbail rayon məhkəməsi Əli Kərimli haqqında çox ağır bir maddə, yəni dövlət çevrilişinə cəhd, konstitusiyon quruluşu zorla devirmək kimi bir ağır maddə irəli sürmüş. Məhkəmə isə Əli Kərimli 2 ay 15 günlüyünə haqqında həbs qəti imkan tədbiri seçmişdir. Hüquqşünaslar bilir, çox ağır bir maddədir. Bu maddə uzun müddətli həbslə yanaşı ömürlük azadlıqdan məhrum etmə cəzası da nəzərdə tutulur. Bəs bu həbslərə məqsəd nədir? Məqsəd bu mürtəce məqsəd hakimiyyəti nədir? Bir, məqsəd hesab edirəm ki, Azərbaycanda ölkə boyu, belə deyək də, qorxu bir xofu yaratmaqdır. Yəni, baxın, əgər biz müxalif fikirli siyasi partiya fəallarını və liderlərini həbs ediriksə, ölkənin sıravi vətəndaşlarını həbsə atmaq, zindana atmaq dövlət üçün elə bir problem deyil. İkinci, ən böyük səbəblərdən ondan ibarətdir ki, hesab edirəm ki, 2026-cı ildə Azərbaycanda bir çox siyasi dəyişikliklər olacaq. Bu, mürtəci dəyişikliklər olur. Yəni, Azərbaycanda ola bilər ki, ilk baxışdan parlament seçkiləri keçirilsin. Yəni, baxmayaraq ki, bugünkü parlament hakimiyyəti qismən maraqlarına cavab versə də, yeni parlament vitse-prezident Mehriban Əliyevanın tam tərəfdarları formalaşacaqdır. Belə bir vaxtda Azərbaycan hakimiyyəti istəmir ki, ölkədə siyasi rəqabət olsun, parlamentdə keçiriləcək saxta seçkilərin nəticələri xalq tərəfindən etirazla qarşılaşsın və bu etirazın başında müxalif partiyaları və müxalifət fəalları gedəcək. Buna görə də müxalifət lideri Əli Kərimli və partiya fəalları həbs edilmişdir. İkinci, ən mühüm amillərdən biri də odur ki, ehtimal olunur ki, 2026-cı ildə İlham Əliyev istifa versin, hakimiyyətin bir ailə üzvündən digər ailə üzvünə, yəni vitse-prezident Mehriban Əliyevə ötürülmə prosesi baş versin. Buna görə də ölkədə narazı qüvvələri neytrallaşdırmaq, ölkədə etirazsız səsləri boğmaq və Əli Kərimlinin və tərəfdarlarını həbs etməklə bu prosesi tam əminəmanlıqla həyata keçirmək qarşısına məqsəd qoymuşdur. Ən böyük səbəblərdən də biri odur ki, yəni bütün Azərbaycan xalqı bilir ki, mətbuatı izləyənlər artıq dövlət səviyyəsində belə bir təbliğat gedir ki, Azərbaycan konstitusiyasını dəyişiklik edib Azərbaycanda konstitusiyalı monarxiya, idarə etmə sistemi qurmaq lazımdır. Belə bir şəraitdə etirazçıları, müxalif siyasi partiyaların, rəhbərlərin və fəalların tam zərərsizləşdirmək lazımdır. Ən böyük səbəblərdən budur ki, ölkədə hakimiyyət və parlament
seçkilərində alternativ siyasi qüvvələr olmadan bu prosesi başa çatdırmaqdır. Yəni, bugün ölkədə azad mətbuat susturulub, 30-dan yuxarı jurnalist, blogerlər həbs olunub, bunlardan onu gənc xanımlarımızdır. Bu günlərim Azərbaycanda siyasi məhbus 400 nəfərdən çoxdur. Yəni, adam başına düşən siyasi məhbusların sayına görə Azərbaycan dünyada birinci yer durur. Belə bir şəraitdə ölkədə etirazçı səsləri boğmaqla, hakimiyyət mürtəci məqsədlərinə nail olmaqla, ailə hakimiyyətinin ömrünü uzatmaq və rəsmi olmasa da qeyri-rəsmi ölkədə monarxiya idarə etmə sistemi yaratmaqdır. Çıxışımın bu ikinci bölməsində həbsxanada Əli Kərimliyə qarşı bioloji terror hadisəsi baş verə bilərmi? Əziz həmvətənlər, mən ajataj yaratmaq istəmirəm. Bu mənim nə şəxsi nüfuzuma, nə də siyasi nüfuzuma xeyri gətirməz. Lakin bu barədə fikirlərimi sizinlə bölüşdürürəm. Baxaq, bu günlərim Əli Kərimli istintaqdan imtina edib, ifadə verməkdən haqlı edib, düz edib, biz də dəstəkləyirik. İkincisi, ona verilən sovqatlar qəbul edilmir. Bəs ona həbsxanada hansı bioloji terror hadisəsi törədə bilərlər? Baxaq, avtoritar rejimlərin idarə etmə sisteminə müqayisə edək və qiymət verək. Rusiya 2000-ci ildə Putin hakimiyyətə gəlib, 25 ildir hakimiyyətdədir. Hakimiyyəti dövründə 50-dən çox ictimai-siyasi xadimi fiziki cəhətdən məhv etmişdir. Bunlardan ən böyüyü müxalifətin lideri Boris Nemtsov 2015-ci il fevralında Kremlin yaxınlığında qətlə yetirildi. İkinci böyük ən hadisə 2024-cü ildə müxalifət lideri Aleksey Navalny'nin paltarına kimyəvi zəhərlənmə maddəsi sürtməklə onu öldürmək istəyirdilər, lakin alınmadı, onu həbsxanaya atdılar. Həbsxanada yatdığı, deməli, yorğan döşəyə kimyəvi maddələr sürtməklə onu zəhərlədilər və həbsxanada öldürdülər. Baxaq, Azərbaycanda da analoji proseslər gedir. Azərbaycan da Rusiya kimi avtoritar rejimdir. Bütün siyasi qüvvələr susturulmuş, bütün siyasi fəallar həbsxanadadır. Digərləri isə ölkəni tərk etmişdir. 1997-ci il fevral ayı hamınızın yaxşı tanıdığı akademik, deməli, SSR Sovet İttifaqı qəhrəmanı Ziya Bünyadov ağzından tapança ilə güllələnir. Mən həmin günü yaxşı xatırlayıram. Fransada qətlə yetirilmiş mərhum qardaşım Vidadi İskəndərli həmin gün Bakı şəhər prokurorluğunda növbəsi idi. Mənə dedi ki, Şükür Rızayev gəldi, həmin vaxtı Bakı şəhər prokuroru ailənin yaxın qohumlarından olan Şükür Rızayev idi. Ona mərzu etdim və güldü. Dedi, biz bir həftə öncə bilirdik ki, Ziya Bünyadov öldürüləcək. Ağzın dinc qoyuydu, dilin dinc qoyuydu, ölməyəydi. Yəni, məlum oldu ki, buradan belə nəticə çıxartmaq olar ki, bu dövlət səviyyəsində hazırlanmış terrordur. Baxın, terrorun motivinə, onu ürəyindən də vursalar ölərdi, başından da. Nə üçün ağzından vurdular? Bu, yerdə qalan, deməli, fəaliyyətdə olan müxalifətçilərə, qəzetçilərə, jurnalistlərə xəbərdar idi ki, ağzınıza yiyəli edin, hakimiyyəti tənqid etməyin. Ən ağır terror hadisələrindən biri də 2005-ci ildə mart ayının 2-sində Monitor jurnalının redaktoru Elmar Hüseynova qarşı terror hadisəsi törədildi və Elmar Hüseynov da Ziya Bünyadov kimi ağzından güllə ilə vuruldu. Yəni, siz ağzınıza, dilinizə yiyəli edin, hakimiyyəti tənqid etməyin. Mən hesab edirəm ki, Əli Kərimliyə qarşı da hakimiyyət həddindən artıq qərəzli olduğu bu bir mənalıdır. Onu bütün bu siyasi proseslərdən kənarlaşdırmaq üçün həbsxanada ona qarşı bioloji terror hadisəsi də törədə bilərlər. Bu istisna deyil, olacaq demirəm, istisna deyil. Yəni, bu saat, bu günlərim tibb elmi o qədər inkişaf etmişdir ki, onun içdiyi suya bir damcı hansısa kimyəvi bir zəhərli maddə atmaqla həmin dəqiqə yox. Bir neçə gündən sonra onun bədənində tədrici zəhərlənmə prosesi baş verər və o fiziki sağlamlığını itirə bilər.
Yəni ölməsə də nitq qabiliyyətini itirə bilər, insult ola bilər. Bu variant istisna edilmir, çünki avtoritar rejimlər siyasi rəqiblərini hüquqi müstəvidə zərərsizləşdirə bilmədikdə onu terror vasitəsilə zərərsizləşdirməyi qarşısına məqsəd qoyur. Arzu edək ki, bu hadisələr baş verməsin, biz bunu arzulamırıq. Lakin, belə deyək, diz sökdürülmüş 10 milyon xalqın arzu və istəyi heç nə etmir. Bəzi vətəndaşlarımızı belə bir sual da maraqlandırır ki, fərz edək ki, hakimiyyət bu variantı əl atacaq. Bəs biz nə edək? Əziz həmvətənlər, mən qısa öz gördüyüm işlər haqqında sizə məlumat verim. Mən Əli Kərimlinin həbsi haqqında Amerika Dövlət Konqresinin hər iki palatasına müraciət etdim. Bundan başqa beynəlxalq təşkilatlara və Avropa Şurasına müraciət etdim. Bununla yanaşı Avropada fəaliyyət göstərən siyasilərin iştirakı ilə, yəni İsa Sadıqovla birlikdə hörmətli biz beynəlxalq təşkilatlara da müraciət etmişik. İndi beynəlxalq təşkilatlara müraciət etmək elə bir problem deyil və yaxud da Amerika Konqresinə müraciət etmək üçün Azərbaycandan Amerikaya səfər etməyə ehtiyac yoxdur. Hamının dövründə, evində kompüter vardır. Yəni, bugün götürsək, 21-ci əsr kosmos internet əsridir. İnternetə daxil olaraq Amerika Konqresinin hər iki palatasına, Amnesty International, Human Rights Watch, Avropa Şurasının İnsan Haqları Komitəsinə, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komissarına müraciət edə bilərsiniz. Mən hiss edirəm ki, əgər bu müraciətlər kütləvi xarakter daşısa, dünyanın aparıcı dövlətləri Azərbaycan hakimiyyətinə təsir etmək imkanı olar və bu Ali Kərimliyə qarşı qərəzli siyasətdən qismən də olsa əl götürə bilər, yəni əl çəkə bilərlər hakimiyyət. Artıq biz Amerika mətbuatından bildik ki, Azərbaycanda bu günlərin 30-dan çox məmura qarşı konqresdə müzakirələr başlayacaq və ünvanlı sanksiyalar tətbiq ediləcəkdir. Əzizəm vətənlər, mən Avropada çox diplomatlarla görüşürəm, onlara fikrimi bildirirəm, əvvəlcə onlara təşəkkür edirəm bu addımlara, lakin onlara öz fikirlərimi deyirəm ki, sizin atdığınız bu addımların Azərbaycanda siyasi məhbusların sayının azalmasına və yaxud artmasına heç bir təsir etmir. Onlar mənə deyir ki, fikrinizi izah edin. Deyirəm ki, sizin qəbul etdiyiniz qərarlar deklarativ xarakter daşıdığından həbslər davamlı olurlar. Yəni, siz Azərbaycanda fərz edək ki, hansısa ali məhkəmənin hakiminə, polis işçisinə, müstəntiqə sanksiyalar tətbiq etməklə bunun Əliyev rejiminə nə təsir olacaq? Yəni, bu siyasi həbslərə son qoyulacaqmı? Xeyr, bir mənalı qoyulmayacaq. Ona görə də hesab edirəm ki, bu məsələyə ciddi yanaşmaq lazımdır. Bu məsələ öz əhəmiyyətini tapmalıdır. Baxaq, Avropa Şurası Azərbaycan hakimiyyətinin 3 böyük güc strukturlarına, yəni Milli Təhlükəsizlik Naziri Əli Nağıyevin və Daxili İşlər Naziri Vilayət Eyvazova, o cümlədən Fuad Ələsgərova qarşı Prezident Aparatının Hüquq Mühafizə Orqanları İş Şöbəsinin müdürünə sanksiya tətbiq etmiş, onların Avropaya girişinə qadağa qoymuşdur. Mən diplomatlara deyirəm, bunun nə əhəmiyyəti var? Fərz edək ki, onlar Avropaya gəlmir. Onlar gedir, Misirə gedirlər, Həbəşistana gedirlər, Türkiyəyə gedirlər, dünyanın bütün dövlətlərinə gedə bilirlər. Avropaya gəlməsi, yəni hansı əhəmiyyət kəsb edir? Lakin mən Avropa Parlamentinin iclasında da iştirak etmişəm. Orada deputatlar belə bir fikir söyləyiblər ki, Azərbaycana gələn milyardlarla neftdən gələn pul Azərbaycan hakimiyyəti kütləvi həbsləri həyata keçirir. Buna görə də Avropa Azərbaycanın neft və qazından imtina etmək lazımdır. Mən bunlara öz fikrim deyirdim ki, fərz edək ki, Azərbaycan qaz və neftini almadınız, Azərbaycan ölkəsində krizis, böhran başladı. Bu, yenə də həbslərin qarşısını almır. Ünvanlı sanksiyaların əsas kimə tətbiq edəcəyini müəyyənləşdirin. Bax, əziz həmvətənlər, mənim fikrim bu qədərdir. Xahiş edirəm, az da olsa video bəyəndinizsə, kanala üzv olun, Azərbaycan Dünya Meydanları kanalına paylaşın ki, həm növbəti videonu izləmə şansınız olacaq,
həm də bütün dünyada Azərbaycanlılarımız maariflənəcək, gələcək mübarizə üçün bu da bir stimul yaradacaqdır. Hamınıza təşəkkür edirəm. Növbəti videoya qədər hamınızı Uca Allaha əmanət edirəm.